Salam, hər vaxtınız xeyir olsun. Bugün biologiya MC3-ün izahına baxırıq. Verilmiş diaqrama əsasən X-in yerinə hansı yazıla bilər? Xloroplast, mitoxondri və ribosom üçün ortaq olan variantları seçirik. Bütün canlılarda rast gəlinir fikri yanlışdır. Bilirik ki, xloroplast, mitoxondri, məsəl üçün, bakteriyalarda membranlı orqanoidlərə rast gəlinmir. Onlarda da ki, xloroplast, mitoxondri yoxdur, amma ribosom var. Üzvün maddə sintez edir. Bəli, bu doğru fikirdir, çünki mitoxondridə də ATF sintezi olunur. Xloroplastda da üzüm maddə sintezi olunur, hansı ki, qlikoza, karbohidratlar sintezi olunur. Ribosada amin turşuları birləşərək zulal əmələ gətirmiş olur. Ona görə cavabımız B variantı olacaq. Tərkibində DNT, RNT daxildir. Bu xloroplastla mitoxondrinin ortaq cəhətidir. Membran quruluşuna malikdir. Bu xloroplast mitoxondrinin ortaq cəhətidir. ATF sintez edir. Mitoxondrinin sırf işi ATF sintez etməkdir, amma xloroplastın da daxilində qaranlıq mərhələdə istifadə ediləcək qədər ATF sintez olunmuş olur. Ziqotun bölünməsi zamanı 64 blastomer əmələ gəlmişdir. Baxırıq ki, yaxşı. Deməli, ziqot əmələ gəldikdə 64 dənə blastomer əmələ gəlibdir. Bu ziqotdur. Ziqotun 2 dəfə uzunluğuna bölünməsi nəticəsində 2, 4, sonra eninə, sonra uzunluğuna, sonra eninə, sonra uzunluğuna bölünməsi nəticəsində 64 dənə blastomer əmələ gəlmişdir. Bu zaman neçə blastomer uzunluğuna bölünmədən əmələ gəlib, eninə bölünməyə məruz qalır? Baxırıq ki, uzunluğuna bölünmədən əmələ gəlib, eninə bölünməyə məruz qalacaq 4 dənə. Uzunluğuna bölünmədən əmələ gəlib, eninə bölünməyə məruz qalacaq 16 dənə. Yəni, 4-ün üstünə 16 gəldikdə bərabərdir 20 dənə etmiş olacaq. Cavabımız A variantıdır. Sonra növbəti sualımızda hemofiliya xəstəsi olan ata ilə daşıyıcı ananın sağlam, daşıyıcı olmayan övladının doğulma ehtimalı necədir? Hemofiliya xəstəsi olan ata, X, hemofiliya Y və daşıyıcı ana X böyük H, X kiçik H şəklində yazırıq. 2 qamet buradan alınır, X kiçik H, Y. Buradan da 2 dənə qamet alınır, X böyük H, X kiçik H və bu qametləri birləşdiririk. X böyük H, X kiçik H, daşıyıcı qız, sonra X kiçik H, X kiçik H, yəni xəstə qız, X böyük H, Y, yəni sağlam oğlan, X kiçik H, Y, xəstə oğlan. Bizə deyir ki, daşıyıcı olmayan övladının doğulma ehtimalı necədir? Daşıyıcı olmayan övladının doğulma ehtimalı və sağlam olsun, həmçinin də daşıyıcı olmasın. Baxırıq, sağlam olsun, daşıyıcı olmasın. Bir dənə olacaq, o da 4də 1 ehtimal, yəni 25%-ə bərabər olmuş olacaq. Cavabımız 3də B variantıdır. Bütün canlı hüceyrələrdə olan orqanoid, təbii ki, ribosomdan söhbət getmiş olur. Ribosom da membran quruluşuna malik deyildir. Verilən xəstəliklərdən hansı dalğa halında olan qıcıqları qəbul edən orqanların xəstəliyidir? Bilirik ki, anosmiya, burun, yəni ki, qoxu bilmə qabiliyyətinin itirilməsi prosesidir. Otoskleroz xəstəliyi eşitmə sümükçüklərinin şişməsi nəticəsində, böyüməsi nəticəsində yaranmış olur. Bu qulaq olacaq, yəni eşitmə olacaq. Daltonizm isə göz xəstəliyidir ki, rəng korluğu yaranmış olur. Və dalğa halında olan qıcıqları qəbul edən orqanların xəstəliyidir dedikdə bir göz dalğa halında, bir də qulaq. Amma burun qaz halında olan qaz hissəcikləri təsir göstərərək burunda qoxu bilmə qabiliyyəti yaranmış olur. Yəni 1-2 cavabımız A olacaq. İnsan 500 qram çiy yer kökü yedikdə A vitamini olan sutkalıq tələbatını ödəyir. Biz bilirik ki, bizə gündəlik 1 mg A vitamini lazımdır. Əgər çiy halda 500 mg, daha doğrusu qram kök bəs edirsə və bişirildikdə bilirik ki, A vitamininin 50%-i itmiş olur. Demək ki, biz bunu 2 qat istifadə edək ki, bişmiş halda biz yenidən 1 mg-mız A-nı ala bilək. Yəni cavabımız olacaq 1000 qram, yəni 1 kiloqrama bərabər olacaq. Eyler-Venn diaqramında sual işarəsinin yerinə yazıla bilər. Hərəkətlidir. 1 bura gedəcək. Xromosom müxtəlifliyi 24-dür. Bu heç birinə getməyəcək, çünki arasında 23 xromosomlar vardır. Xromosom müxtəlifliyi 23-dür, ortaya gedəcək. Mikroskopikdir, ortaya gedəcək. Cinsiyyət vəzlərində əmələ gəlir, ortaya gedəcək. Yəni cavabımız D variantı olacaq. İnsanın gövdə skeleti hansı sümüklərlə birləşmə əmələ gətirməz?
İnsanın gövdə skeleti təbii ki, nə ilə birləşmə əmələ gətirməz? Gətirməz soruşursa, bilirik ki, köpücük sümüyü ilə əmələ gətirir. Çanaqla əmələ gətirir. Ənsə ilə əmələ gətirir. Gətirməz soruşur. 1, 2, 5 olanları siləcəyik. Deməli, cavabımız C variantı olacaq. Budla əmələ gətirməz. Bazu ilə əmələ gətirməz və kürəklə əmələ gətirməz. Cavabımız 3, 4, 6 C variantı olacaq. Genotipi göstərilmiş orqanizm hansı növ qameti yalnız Krasingover baş verən zaman əmələ gətirər? Təbii ki, Krasingover əmələ gətirməyən A, B, C ilə başlayanlar, bir də ki, kiçik A, böyük B, kiçik C ilə olanlar əmələ gətirməyəcək. Əmələ gətirir olsa isə böyük A ilə kiçik A yerini dəyişəcək. Ya da ki, böyük C ilə kiçik C yerini dəyişmiş olacaq. İndi gəlin baxaq. Baxın, burada ilk üçlü Krasingoverə məruz qalmayıbdır. Bu getdik. İlk üçlü gördüyünüz kimi Krasingoverə məruz qalmayıbdır. Burada da məruz qalmayıbdır. Burada da məruz qalmayıbdır. Amma burada fikir versəz, yəni ki, C-lər yerini dəyişib. Bu keçib kiçik C-nin yerinə, kiçik C də keçib böyük C-nin yerinə. Nəticədə böyük A, böyük B, kiçik C, sonra da D, böyük Y, kiçik F. Yəni cavabımız A variantı olar. Şəkildə bir hüceyrənin meyoz bölünməyə aid mərhələsi göstərilmişdir. Bu canlının qametində neçə xromosom olar? Meyoz bölünməyə aid mərhələsi göstərilibsə, hal-hazırda ikinci anafaza prosesi getmiş olur. İkinci anafaza mərhələsində isə 2N bərabərdir 1, 2, 3, 4, 5, 6, 7, 8 olacaq. Haploid xromosom dəsti bərabərdir 4-ə. Yəni cavabımız A variantı olar. Hansı sırada göstərilən bitkilərin hər ikisi müxtəliflik və məişə mərkəzləri eynidir? Ananas Cənubi Amerika, kakao isə mərkəzi Amerika olacaq. Baş soğan olacaq Aralıq dənizi, kartof isə olacaq Cənubi Amerika. Çay olacaq həm Şərqi Asiya olacaq, banan isə Həbəşistan olmuş olacaq. Turp olacaq həm Şərqi Asiya ola bilər, qırmızı turp, ağ turp, Aralıq dənizi ola bilər. Balqabaq isə cənubda doğrusu Mərkəzi Amerika ola bilər. Zeytunla çuğundur isə, yəni cavabımız Y variantı, hər ikisi də Aralıq dənizə aiddir. Qarşılıqlı münasibət gördüyümüz kimi mənfi və neytraldır. Bu zaman ammensalizmdən söhbət getmiş olacaq. Erkəkləri eyni cinsi xromosoma malik, qamet əmələ gətirən heyvanın bağırsaq hüceyrəsində olan atosom xromosom sayı N-dir. Biz gəlin bunu insanla götürək ki, atosom xromosom sayını 44 götürdüm. Bu canlının dişi fərdinin bədən hüceyrəsində xromosom müxtəlifliyi nəyə bərabər olar? Bunun dişisi də XY şəklindədir. İnsanların erkəyinə uyğundur ki, bilirsiniz ki, XY olduğuna görə erkəklərdə müxtəliflik 24-dür. 44-dən 24-ü necə alarıq? Yəni 44-ü bölərik 2-yə. Bölərik 2-yə bərabərdir 22 üstünə 2 gəlməklə. Yəni o zaman N-i bölərəm 2-yə, üstünə gələrəm 2. Yəni cavabımız nə variantı çıxar? A variantı. Göyərçinin yumurta hüceyrəsinin inkişafının yetişmə zonasına əmələ gələn hüceyrələr haqqında hansı fikir doğrudur? Bilirsiniz ki, yetişmə zonasına daxil olduqda 2N xromosom dəsti 4C, 4D şəklində olur. Sonra birinci bölünmənin sonunda alınır N, 2C, 2D şəklində. Ümumiyyətlə, ikinci meyoz bölünmənin sonunda isə N, CD şəklində alınmış olacaq. İndi baxaq. Bizə deyir ki, bir nömrəli hüceyrədə xromosom sayı DNT sayına bərabərdir. Biz də baxırıq ki, xromosom sayı 2N-dir, amma DNT sayı 4D-dir. Deməli, səhvdir. 3 nömrəli hüceyrə ilə 2 nömrəli hüceyrə DNT miqdarı eynidir. Axı 3 nömrəli də sadəcə D-dir, 2 nömrəli də 2D-dir. Ona görə bu yanlışdır. 3 və 4 nömrəli hüceyrələr cinsiyyət xromosomlarının quruluşuna görə eynidir. Söhbət göyərçinin yumurtalığından gedir. Biz nə bilək ki, 3 ilə 4-ün hansı X-dir, hansı Y-dir. Ona görə bu da yanlışdır. 2 və 3 nömrəli hüceyrələr xromosom sayına görə eynidir. Baxın, N. Bu fikir doğrudur. Verilmiş qrafikdə ikinci dərəcəli konsumentlər hansı rəqəmlərlə göstərilibdir? Bilirik ki, ən çox biokitləyə malik olanlar produsentlərdir. İkinci yerdə olan produsentlərlə qidalanan birinci dərəcəli konsumentlərdir. Sonraki boyda olan ikinci dərəcəli konsumentlərdir. Sonraki boyda olanlar isə üçüncü dərəcəli konsumentlər olacaq.
Bizdə də ikinci dərəcəli konsumet istədiyinə görə cavabımız 15-də A olar. Düzgün ifadəni seçin. Toxumlu qıcılar məhv olduğu dövr Triasa bərabərdir. Triasda da əsl sümüklü balıqlar meydana çıxır. A variantı olacaq. Hormonlara verilən vəzlər eyni bədən boşluğunda yerləşir. Timozin döş boşluğunda yerləşir, çünki timos ifraz edir. Adrenalin isə böyrək üstü vəzi qarında yerləşir. Parathormonun belə deyək, bədən boşluğu yoxdur, çünki boğaz nahiyəsində rast gəlinir. Somatotrop isə başda rast gəlinir. Yəni A deyil, B deyil. Glukagon bilirik ki, mədə-altı vəz qarında, androgen, testosteron isə heç bir bədən boşluğunda rast gəlinmir. Estrogen, progesteron, yəni qadınlarda, çanaqda, testosteron isə heç bir bədən boşluğunda rast gəlmir. Cavabımız Y variantı olacaq. Adrenalin böyrək üstü vəzi tərəfindən ifraz olunur, qarın. İnsulin mədə-altı vəzi tərəfindən ifraz olunur, qarın boşluğunda yerləşir. İnsanın onurğa sütununda neçə şöbəyə aid olan fəqərələr gövdədən kənar sümüklə birləşmə əmələ gətirir. Bilirik ki, onurğa sütunu boyun, döş, sonra bel, oma və büzdüm nahiyələrindən ibarətdir. Və bizə deyir ki, hansı hissələr gövdədən kənar sümüklərlə birləşmə əmələ gətirir? Biri boyundur, ki, ənsə ilə birləşmə əmələ gətirir, döş əmələ gətirmir, bel əmələ gətirmir, bir də ki, oma əmələ gətirmiş olacaq. Yəni cavabımız B 2 hissə. Büzdümdəki əmələ gətirmir bildiyiniz kimi. Verilən qrafikdə X-in yerinə verilənlərdən hansı yazıla bilər? Biz bilirik ki, burada bir işıq şiddəti yazıla bilər ki, bir də karbon qazı yazıla bilər. Yəni cavabımız C variantı olar. DNT molekulunun bütün nukleotidlərinin sayı bir-birinə bərabərdir. Hamısı bir-birinə. Adenin bərabərdir timin, bərabərdir sitozin, bərabərdir guanin. Əgər deyir adenin və guaninin nukleotidlərinin cəmi. Əgər adeninlə guanin bərabərdirsə n qədər, deməli yerdə qalan timinlə sitozin də bərabər n olacaq. Yəni ümumilikdə nukleotid sayımız 2n qədər olacaq. Biz də bilirik ki, nukleotidin tərkibi nədən ibarətdir? Ortofosfat turşusu ibarətdir 5 karbonlu pentoza və azot əsasından ibarətdir. Yəni bir nukleotidin cəmində karbohidrat, fosfor hər ikisini götürsək 2-ni vurmalı 2-yə bərabər də olacaq 4-nə. Yəni 20-də cavabımız B variantıdır. Hansı nukleotidin tərkibində dezoksiriboza ola bilməz? Təbii ki, urasil olacaq RNT-yə aid bir azot əsasıdır. Çarpazlaşma zamanı neçə fenotipik qrup əmələ gəlir? Gəlin baxaq. Bunu yaxşı olar ki, hissə-hissə çarpazlaşdırma aparaq. Böyük ya kiçik ya çarpazlaşır böyük ya kiçik ya ilə. Özdə bizə deyir ki, ilk iki əlamətə görə natamam dominantlıq vardır. Burada alacağıq böyük ya böyük ya, 2 dənə böyük ya kiçik ya və kiçik ya kiçik ya. Bu ayrı rəng olar. Bu ayrı rəng, bu ayrı rəng. Deməli 3 fenotipik qrup alınacaq. İkincidə isə böyük B, kiçik B ilə çarpazlaşdıram. Kiçik B, kiçik B ilə alınacaq böyük B, kiçik B, kiçik B, kiçik B. Onsuz da yəni bunların rəngi fərqlidir. 2 fenotipik qrupda belə alınır. Sonra böyükcə, kiçikcə çarpazlaşdırılır. Böyükcə, kiçikcə ilə alınır. Böyükcə, böyükcə. 2 dənə böyükcə, kiçikcə. Bir dənə də kiçikcə, kiçikcə. Burada isə tam dominantlıq olduğuna görə bu ikisinin rəngi 1, digərinin rəngi 1-dir. Yəni 2 fenotipik qrup. 3-ü vuraram 2, vuraram 2. Bərabər 3 dəfə 2, 6. Onu da vuraram 2-yə 12. Yəni cavabımız olar A variantı. Nümayəndələri atomların yalnız birinci növ biogen miqrasiyasına həyata keçirir. İbtidai bitkilər deyəndə burada yosunlardan xlamida, monada, xlorella və bunlar bir hüceyrəlidir, düzdür. Amma qırmızı, qonur, yosunlar, yaşıl yosunlardan ulotrix, axı bunlar çox hüceyrəlidir. Ona görə birinci növ biogen miqrasiyaya bir getməz. Bakteriyalar zaten bir hüceyrəlidir. Meyvə cismi olmayan göbələklərdə mukormayanı başa düşdük bir hüceyrəlidir. Bəs penisil göbələk o çox hüceyrəlidir axı. Ona görə olmaz. İbtidai heyvanlar dedikdə bəli bu da uyğundur. Çünki Adamov, Ümsor tərlik, yaşıl evglena bu kimi heyvanlar nəzərə tutulur. Bəs ali sporlu bitkilər isə ümumiyyətlə bir hüceyrəsi yoxdur. Çox hüceyrəli olacaq və cavabımız olacaq 2 və 4. Doğru fikirləri müəyyən edin. Doğru fikirləri müəyyən edin dedikdə baxırıq. Hüceyrədə ATF sintezi
Yalnız mitoxondridə baş verir, amma bilirsiniz ki, xloroplastda da baş verir. Oksigenli tənəffüs prosesinin baş verdiyi bütün hüceyrələr mitoxondriya malikdir fikri yanlışdır. Məsəl üçün, oksigenli tənəffüs edən bakteriyalar var ki, onlarda mitoxondri yoxdur. Onun əvəzinə mezosomlar var. Oksigensiz mühitdə yaşayan canlıların enerji təminatı glikolizlə həyata keçirir fikri doğrudur. Mitoxondridə RNT sintezi, bəli, DNT-si olduğuna görə matris rolunu oynayır və RNT sintezi baş vermiş olacaq. Şəkildə baş beyin hansı rəqəmlərlə verilmiş hissəsi beyin kötüyünə əmələ gətirir? Təbii ki, beyin kötüyü 3 uzunsov beyin, 4 beyin körpüsü, 5 isə orta beyinlə göstərilmişdir. Yəni cavabımız 3, 4 və 5 olacaq. Növbəti sualımıza baxırıq. Deyir ki, endosperm hüceyrəsində 66 xromosom olan dişi bitki, gövdə hüceyrəsində 38 xromosom olan erkək bitkinin tozcuğu ilə tozlandırılmışdır. Yəni 3n bərabərdir 66 olan dişi bitki, gövdə hüceyrəsində 38 xromosom olan, bu da olsun erkək, 2n bərabərdir 38 xromosom olan erkək bitkinin tozcuğu ilə tozlanmışdır. Bu bitkilərin çarpazlaşmasından alınan, gəlin çarpazlaşdıraq. Birincisi 3n'imiz 66-dırsa, n'imiz 22 olacaq. Yəni bunun 2n bərabər 44 olacaq. İndi baxaq. Bizdən Karpachenko metodu ilə aradan qaldırılan hibridin endosperm hüceyrəsində neçə xromosom olar? Endosperm mərkəzi hüceyrə pilospermi alınır endosperm. Yaxşı. Mərkəzi hüceyrəmiz 2n xromosom dəsti, spermimiz n olur. Və mərkəzi hüceyrə dişiyə məxsus olduğuna görə onun xromosom dəstindən 44 götürərəm. Spermi də erkəyə məxsus olduğuna görə onun spermisini haploid, yəni 19 götürərəm. Bunların cəmi bərabərdir 63-ə. Və sonra buna Karpachenko tətbiq etdikdə isə bir daha poliploid form almaq üçün 2-yə vuraram. Onlar 126-ya. Sonra 27-ci suala baxırıq. Bizə deyir ki, ənsə sümüyü, köpücük sümüyü, bazı sümüyü. Yassı sümüklərə aiddir təbii ki, ənsə. Qurşaq skeletinə aiddir təbii ki, körpücük. Qarışıq sümüklərə aiddir, o da körpücük. İki cür sümük iliyinə malikdir. Əlbəttə ki, bazı sümüyü onurğa sütunu ilə birləşmə əmələ gətirə bilər deyirsə, bu da ənsəyə gedəcək. 1A, 2B, və 3D olar. Biologiya dərsində müəllim somatik hüceyrənin bölünməsinin bir fazasını şagirdlərə göstərərək onlara suallar verdi. Şəkildə hansı bölünmənin hansı fazası göstərilmişdir? Somatik hüceyrənin bölünməsinə söhbət getdiyinə görə, əlbəttə ki, mitoz bölünmənin anafazası göstərilmiş olacaq. Şəkildə göstərilən hüceyrənin heyvan, yoxsa bitki hüceyrəsi olduğunu fikrini əsaslandıraraq yazın. Təbii ki, heyvandır. Niyə heyvandır? Çünki onun gördüyünüz kimi hüceyrə mərkəzi var. Biz bilirik ki, ali bitkilərdə hüceyrə mərkəzi yoxdur. Amma vətər telləri var. O da sitoplazmadakı mikroborucuqlardan, mikrosaplardan formalaşmış olur. Verilmiş canlının 3 somatik, hal-hazırda mitozun anafaza mərhələsi dediyimizə görə onun xromosom sayı 4n. 4C xromatid, 4D də DNT sayı olacaq. Biz də sayırıq burada 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12-dən xromosom var. Yəni 4n bərabərdir 12-dirsə, bunun haploid xromosom dəsti deməli 12-ni 4-ə böldükdə 3-ə bərabər olacaq. 3 somatik 1 qamet dediyinə görə 3-ü vuraram 2n-ə, üstə gələrəm 1 qamet. Bərabərdir 7n. O da bərabərdir 7-ni 3-ə vurduqda cavabımız olacaq 21.